Dostlar, gəlin bugün heyvanlar aləminə kiçik bir səyahət edək. Allah insanı cənnət bağında yerləşdirəndə ona bütün yer üzünə, o cümlədən heyvanlar aləminə hökmranlıq etməyə səlahiyyət vermişdi. Məhz Adəm heyvanlara ad verirdi. Və birinə ad vermək, onun üzərində hakimiyyətə malik olmaq deməkdir. Elə deyilmi? Bəli, Adəmin belə hakimiyyəti var idi. Və günah hələ dünyaya daxil olmamışdır. Kainat və Allah arasında tam bir harmoniya var idi. Lakin günahın bir dünyaya daxil olması ilə lənət və qarşıdurmalar həm insanlar arasına, həm bitkilər aləminə, həm də heyvanlar aləminə daxil oldular. Nəticədə bugün əhəlləşdirilmiş heyvanlar və vəhşi heyvanlar kimi anlayışlarımız var. İnsana sədaqətli qalan və ona xidmət edən heyvanları biz əhəlləşdirilmiş heyvanlar adlandırırıq, yaxud ev heyvanları. Və insana tabi olmayanları isə vəhşi heyvanlar çağırırıq. Çox vaxt onları əhəlləşdirmək tamamilə mümkün deyil. Müqəddəs yazının bir çox yerlərində, dostlar, yazılıb ki, gələcəkdə Məsihin minillik padşahlığı dövründə heyvanlar aləmində yenidən harmoniya bərpa ediləcək. Necə ki, Allah əvvəldən cənnət bağında bunu planlaşdırmışdı. Baxın, məsələn, Yaşaya Peyğəmbərin kitabında, Yaşaya Peyğəmbər deyir, 11-ci fəsilində 6-cı bənddən 8-ci bəndə qədər. Baxın, oxuyuram. O gün qurdla quzu bir yerdə yaşayacaq. Bəbirlə çəpiş birgə yatacaq. Dana, gənc aslan və bəslənmiş mal-qara yan-yana duracaq. Onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq. Onların balaları bir yerdə yatacaq. Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın yuvası üstündə oynayacaq. Süddən kəsilmiş uşaq əlini gürzənin yuvasına salacaq. Görürsünüz dostlar. Bütün bunlar İsa Məsihin bizim uğrumuzda satın alma işinə görə baş verəcək. O, özünü qurban verməklə hər şeyi, göyləri və yeri bir-biri ilə, insanı Tanrı ilə barışdırdı. Amma hələlik, bugünkü gün üçün, bu yer üzündə bütün yaradılış inildəyir və azad olunacağı günü gözləyir. Müqəddəs yazıda heyvanlar haqqında çox deyilir. Və gəlin, indi onlardan bəzilərinə baxaq. İndi mən bu heyvanları özüm seçmişəm. Amma siz daha çoxlu heyvanlar haqqında tapa bilərsiniz. Orada bizim üçün Allahdan gələn hikmət var. Və mən seçdiyim heyvanlar haqqında parçalarda bizim üçün Allahdan gələn böyük bir hikmət var. Və gəlin sizinlə birlikdə onları araşdıraq. Deməli, birinci heyvan, baxın, vəhşi öküz. Vəhşi öküz. İndi gəlin müqəddəs yazını açaq və oxuyaq Eyyubun kitabından. Deməli, bu 39-cu fəsil, 9-cu bənddən 12-ci bəndə qədər. Baxın. Və burada Allah Eyyuba müraciət edir. Daha doğrusu suallar verir. Və əlbəttə ki, bu suallar ritorik suallardır. Yəni ki, cavabı məlumdur. Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi? Kötan sürsün deyə onu boyunduruğa sala bilərsənmi? Əlbəttə ki, yox. Ardınca dərələrdə şırım aça bilərmi? Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi? Çöl öküzünə etibar edə bilərsən ki, əkininin məhsulunu daşısın, onu xırmanına yıxsın? Dostlar, bu parçanı oxuyanda mən bilirsiniz nə yadıma düşür?
Bəli, mənim ağlıma Afrika camışı gəlir. O da vəhşi öküzlərindən bir növüdür və bu olduqca nəhəng bir heyvandır. Bir təsəvvür edin ki, onun dərisinin qalınlığı, gön deyirik də biz, 2 santimetrdən çoxdur. Ona görə də şirin dişləri, yaxud da caynaqları çox çətinliklə ona batır. Alnındakı qalın buynuzları hətta güllə belə keçirmir. Təsəvvür edirsiniz? Afrikanın heç bir xalqı bugünə qədər hələ ki bu heyvanı əhəlləşdirə bilməyib. Və dostlar, çox cəhd olunub. Amma hələ ki hamısı bunlar uğursuz idilər. Və bu heyvan vəhşi öküz, rus dilində deyirlər buйвол. O adi öküzdən 4 qat güclüdür. 4 qat güclüdür. Əgər əhəlləşdirilə bilsəydi bu heyvan, baxın gör kənd təsərrüfatına necə böyük bir fayda olacaq idi. Yük daşınmasında, torpağın şumlanmasında, heç traktora ehtiyac olmayacaqdı. Təsəvvür edirsiniz, bizim 4 dənə öküzümüzü bu bir heyvan əvəz edir. Yaxşı, gəlin keçək ikinci bir heyvana. Və ikinci heyvan dəvə quşudur. Bunun barədə biz oxuyacağıq Eyyubun kitabında 39-cu fəsilində 13-cü bənddən başlayır 18-ci bəndə qədər. Gəlin oxuyaq. Dəvə quşu qanadını sevinclə çırpar. Amma onun qanadı nə leyləyin qanadları ilə, nə də ki pərləri ilə müqayisə olunur. Yerdə yumurtalayır. Onları toz torpaq üstündə qızdırır. Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır. Çöl heyvanların ayağı altında qalır. Balaları ilə elə sərt rəftar edir ki, elə bil özünkü deyil. Çəkdiyi zəhmətin boşa getməsindən narahat heç deyil. Yaxud narahat olmaz yazılır burada. Çünki Allah ona müdriklik verməyib. Ona dərrakə bəxş etməyib. Qaçmaq üçün yenə qanad açanda ata və atlıya gülər. Gəlin bu barədə biraz fikirləşək. Bu dünyanın ən böyük quşu məhz budur, dəvə quşu. Və onun hündürlüyü 2,8 metrdir. Təsəvvür edirsiniz? Mənim boyum 1 metrə 81 santidir. Bu quş məndən 1 metr hündürdür. Qaçanda bu heyvanın sürəti saatda 70 kilometrə qədər çatır. Onun bir addımı təxminən 4 metrdir. Və oxuduğumuz parçada lap axırda deyilir ki, sürətinə görə atlını belə ötüb keçir. Burada yazılıb ki, qaçmaq üçün yenə qanad açanda ata və atlıya gülər. Onun güclü dırnaqları var və bu güclü dırnaqları ilə özünü vəhşi heyvanlardan qoruyur, dostlar. Hətta bəzən aslanı belə öldürə bilər. Və başqa bir bu heyvanın keyfiyyəti odur ki, Allah bu heyvana müdriklik verməyib. Burada yazılıb ki, dərrakə bəxş olunmayıb ona. Balalara sərt baxır, yadından çıxardır ki, onun yumurtaları var, balaları var, qayğısına qalmır. Hətta özü öz ayağıyla öz yumurtalarını sındırır. Və bu vacibdir. Biz indi davam eləyəndə biz sonra müqayisə eləyəcəyik və müdriklik söhbəti bizə lazım olacaq. Yaxşı, baxın, sonra üçüncü heyvan. Üçüncü heyvan behemotdur. Və bu heyvan haqqında biz oxuyacağıq yenə də Eyyubun kitabında 40-cı fəsil 15-ci bənddən 19-cu bəndə qədər. Behemota bax, öküz kimi ot yeyir. Səni yaratdığım kimi onu da mən yaratmışam. Gör belində nə qədər gücü var. Qarın əzələləri necə möhkəmdir. Sallanan quyruğu sidr ağacına bənzəyir. Budlarındakı vətərlər bir-birinə hörülür. Qabırğaları elə bir dəmir çubuqdur. Allahın işləri arasında şah əsəridir. Yalnız yaradan ona qılıncla yaxınlaşa bilir. Dostlar, çox maraqlıdır ki, İbrani dilində, yəni qədim Yahudi dilində
Bu heyvanın adı eyni ilə Azərbaycan dilindəki kimi səslənir. Yəni behemot. Ancaq ola bilər ki, mən istisna etmirəm, bu heyvan tam biz bildiyimiz behemot deyil. Çünki bu parçada yazılıb ki, onun güclü və uzun quyruğu var, düzdür? Amma biz bilirik, behemotun elə bir quyruğu yoxdur. Amma bizim üçün hal-hazırda bu o qədər də vacib deyil. Bu heyvan həqiqətən nəhəngdir. Bax, bunu biz əminliklə deyə bilərik. Həmçinin behemotlar çox aqressivdir. Və onun ağzı 150 dərəcəyə qədər demək olar ki, tam açılır. Təsəvvür edirsiniz? Əgər şir toxdursa, o sizə toxunmayacaq. Amma behemot elə deyil. Behemot hücum eləyir. Behemot çox aqressivdir. Bu behemotun çəkisi, dostlar, 4 tondan çoxdur. Təkcə onun başı 900 kiloqrama çatır. Dostlar, statistikaya görə Afrikada insanlar şirlərdən daha çox behemotların hücumundan həlak olurlar. Yaxşı, gəlin baxaq 4-cü heyvana. Və 4-cü heyvanın adı Livyatan. Və yenə də bir dənə də parça oxuyacağıq və bu parça Eyyubun kitabında 41-ci fəsildə yerləşir. İndi biz oxuyacağıq 1-ci bənddən 3-cü bəndə qədər. Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi? Yəni ki, bu ritorik suallardır, əlbəttə ki, yox. Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi? Sənə yalvarıb yaxararmı? Səninlə şirin-şirin danışarmı? Və gəlin bir dənə də parça oxuyaq. Elə eyni fəsildə yerləşir, eyni heyvan haqqında. Livyatan, baxın indi. 41-ci fəsil, 33-cü və 34-cü bəndlər. Yer üzündə misli bərabər yoxdur. Qorxu bilməyən məxluqdur. Hər lovğanana xor baxır. Bütün məğrur heyvanların hakimidir. Livyatan. Yaxşı, bu Livyatan bizim dilimizlə desə nə heyvandır? Və çox alimlərin fikrincə belə təsvirə ən çox uyğun gələn heyvan timsahdır. Və orijinalda İbrani dilində harda ki yazılıb qarmaqla çəkə bilərsənmi? Bax, bu söz var, qarmaqla çəkə Livyatanı. Orada timşok sözdən istifadə olunur. Yəni İbrani dilində timşok. Dostlar, və bu söz timşok İbrani dilində bizim dilimizdə, Azərbaycan dilində hansı sözə daha oxşayır? Timsah, düzdürmü? Yəni bu bir versiyadır. Amma düşünməyə dəyər. Ola bilər ki, bizim sözümüz elə oradan, kökü orada da. Gəlin davam eləyək. Və bir də, ola bilər ki, bu hansısa bir dinozavrdır. Yəni biz onu bilmirik. Eyyubun kitabı çox qədim bir kitabdır. Əslində Eyyubun kitabı Bibliyada müqəddəs yazıların ən birinci kitabıdır. Yəni tarixinə görə. Yaxşı. Timsah haqqında biz bilirik ki, onun 68 dişi var. Və dünyada ən güclü çənə gücü məhz ona məxsusdur. Timsahların da cürbəcür növləri olur. Və gəlin indi seçək növlərdən biri Nil timsahı. Nil çayın adıdır. Yaxşı, Misirdəki Afrikanın şimalında olan Nil çayının ətrafında olan timsahlar. Ona görə deyilir Nil timsahı. Və Nil timsahın çənə gücüsü təqribən 340 atmosferə bərabərdir. Təsəvvür edirsiniz? 340 atmosfer çənə gücü. Sadə sözlərlə desək, bu təqribən 3 ton yarım ağırlığın dişlərin altına düşməsi kimidir. Müqayisə üçün şirin misal çəkmək olar. Belə ki, şirin çənə gücü cəmi 40 atmosferdir. İnsanın isə 5 atmosferdir. Ancaq timsahın 340. Baxın dostlar, ona görə də qədim Misirdə bax bu heyvana və digər nəhəng heyvanlara ilahiləşdirirdilər. Timsah şiri, kərgədanı, zürafəni, hətta behemotu belə öldürə bilir. Dostlar, bu heyvanlara baxanda, yəni bu 4 heyvana biz danışdığımız, biz Yaradanın qüdrətini
görə bilirik. Yaxşı. Amma gəlin bu barədə bir daha düşünək, dostlar. Bəs bu 4 heyvanı birləşdirən nədir? Gəlin sadalayaq. Birincisi, onlar nəhəngdirlər. Razmerlərə görə, düzdür? Bunlar heyrətamiz gücə malikdirlər. İkincisi, düzdür? Sonra, bunlar vəhşidirlər. İnsana tabe olmurlar. Yəni bunları əhliləşdirmək demək olar mümkün deyil. İndi biz sirkdə olan heyvanları nəzərdə tutmuruq. Yəni onlar istisna haldır. Sonra, bu heyvanlar çox qürurlu yazılıb və aqressivdirlər. Başqa bir şey. Yazılıb ki, bunlar hikmətdən məhrumdurlar. Dostlar, indi əsas fikir, baxın. İnsan öz yaradanını tanımayanda bu heyvanlara bənzəyir. Yəni, bütün bu xüsusiyyətlər insanda var. Nə vaxt ki, o Allahı tanımır. Yaşaya Peyğəmbər öz kitabında 1-ci fəsildə yazır. Öküz yiyəsini, eşşək də sahibinin təknəsini tanıyır. Lakin mənim xalqım məni tanımır, deyir Allah. İndi isə gəlin başqa 4 heyvana baxaq, dostlar, yaxşı və çox maraqlı olacaq. Baxın, dostlar, sizə indi bir dənə mənzərə çəkmək istəyirəm. Allah göydən, yuxarıdan bu möhtəşəm və qüdrətli dördlüyə nəzər salır və bu nəhənglərin yanından vaz keçir. Daha aşağı baxır. Sonra Allah itə baxır. Amma it də onun məqsədinə uyğun gəlmir. Sonra Allah biraz da aşağı enir. O pişiyi görür. O da uyğun gəlmir. Sonra cücə daha da aşağı. Nəhayət çatır öz məqsədinə. Və biz indi oxuyacağıq Süleymanın Məsəlləri kitabından 30-cu fəsildən 24-cü bənddən 28-ci bəndə qədər. Gəlin bu heyvanlara baxaq. Deməli, 30-cu fəsil 24-cü bənddən 28-ci bəndə qədər. Yer üzündə 4 şey var. Kiçik olsa da hikməti çoxdur. Baxın, bu artıq məni cəlb eləyir. Kiçik olsa da hikməti çoxdur. Yəni, baxmayaraq ki, razmerləri balacadır. Yadınızdadır, biz bayaq oxuyurduq nəhəng heyvanlar haqqında. Ancaq bunlar kiçik olsa da hikməti çoxdur. Yəni, demək istəyirəm ki, hikmət, müdriklik razmerlərlə bağlı deyil. Yaxşı, gəlin davam eləyək. Mənə çox maraqlı oldu. Axı, nədir bu? Hansı heyvanlardır bu? 25-ci bənd. Qarışqalar qüvvətli olmayan birlikdir. Yemini yayda tədarük edir. Yaxşı, bu bir heyvan, qarışqalar. 26-cı bənd. Qaya dovşanları da güclü olmayan birlikdir. Evlərini qaya içində tikir. Aha, ikinci növ heyvan, qaya dovşanlar. 27-ci bənd, baxın. Çəyirtkələrin şahı yoxdur. Lakin hamısı dəstə-dəstə irəliləyir. Və nəhayət 4-cü heyvan. 28-ci bənd. Kərtənkələni əllə tutmaq olur. Amma o, padşah saraylarına çıxır. Və budur 4 heyvan hansıların haqqında mən düşünürdüm. Dostlar, Allah bizə nə demək istəyir burada? Bu kiçik heyvanlar bizə hansı dərsi verə bilərlər? Və indi bir sual sizə vermək istəyirəm, dostlar. Diqqətlə qulaq asın. Axırıncı dəfə behemotu və ya timsahı nə zaman görmüsünüz? İndi mən televizoru saymıram da. Nə zaman görmüsünüz? Kimsə bəlkə görüb. Afrikaya gedənlər. Cavab məlumdur da, düzdürmü? İndi başqa bir sual vermək istəyirəm. Çox maraqlı sual. Bəs qarışqanı son dəfə nə vaxt görmüsünüz? Bu sualın cavabı çox rahatdır, düzdür? Biz qarışqaları daha tez-tez görürük, nəinki behemotu, düzdür? Və budur Allahın hikməti.
düz bizim ayaqlarımızın altındadır. Allah bizi mikroskop götürüb qarışqa yuvasına baxmağa çağırır dostlar. Çünki bax orada bizim üçün dərslər var. Hikmətli dərslər. Yaxşı. Beləliklə birinci heyvan. Birinci heyvan dediyimiz kimi qarışqa. Qarışqalar kiçik və zəifdirlər. Amma artıq yay vaxtından qış üçün yemini toplayırlar. Və müqəddəs yazıdan oxuduğumuz kimi Allah dəvə quşuna hikmət verməyib, ancaq balaca qarışqaya isə hikmət verib. Qarışqa anlayır ki, həyatın mövsümləri var və hər mövsümə qabaqcadan hazırlaşmaq lazımdır. Qarışqa başa düşür ki, çətinlik gəlməzdən əvvəl hazırlaşmaq üçün yay fəsli əlverişli vaxtdır. Dostlar, Bibliyada belə bir kitab var, Vaiz kitabı. Bax, o Vaiz kitabında yazılıb ki, bu dünyada hər şeyin öz vaxtı var. Müharibə eləmək zamanı var, sülh bağlamaq zamanı var, əkmək vaxtı var, biçmək vaxtı var, hər şeyin öz vaxtı var. Və qarışqa bunu çox yaxşı dərk edir. Heyrətamizdir, elə deyilmi? Yaxşı, indi isə ən vacib sual. Bəs bizim həyatın mövsümləri barədə nə qədər anlayışımız var? Biz bunları dərk edirikmi? Bir dənə də parça oxuyacağım. Bu Lukanın İncilində 4-cü fəslində 18-ci bənddə, bir də 19-cu bənddə yazılıb. Bu İsa Məsihin sözləridir. Rəbbin ruhu üzərimdədir. Çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məhs etdi. Əsirlərə azadlıq, körlara gözlərin açılmasını elan etmək üçün, məzlumları sərbəstliyə buraxmaq üçün, Rəbbin lütfü ilini bəyan etmək üçün məni göndərdi. Dostum, İsa Məsih heç vaxt ürəyinə qəbul etməmisənsə, sənə müraciət edirəm. Məhz indi Rəbbin lütf ilidir. Bax, necə yazılıb? Bu İsa Məsihin sözləridir. Rəbbin lütf ilini bəyan etmək üçün mən gəlmişəm. Görürsən? Bax, indi sənin həyatın üçün həmin mövsümdür. Bax, qarışqa bizə verdiyimiz hikmət, dərs, bax budur. Öz mövsümü tanı. Xahiş edirəm, bax bu lütf ilini ötüb keçməyə qoyma. Bax, qarışqanın insana öyrətmək istədiyi dərs budur, dostlar. Əlbəttə, sonra biz deyə bilərik, indi yayda işləmək lazımdır, qışda bizdə fiziki yeməyimiz olsun. O da var, onun üçün də yeri var. Amma ən əsas sənin qəlbindir. Ən əsas sənsən. Sən hara gedirsən? Sən hazırsanmı qışın qabağına dayanmaq? Sən hazırsanmı Allahın qabağında dayanmaq? Allahın sənin həyatın üçün bir gözəl planı var. Amma hər şey sən İsa Məsihi ürəyinə buraxandan sonra baş verir. Yəni bu startdır. Allah səndə yaxşı bir işə başlayacaq. Sənin ürəyində olacaq. Sən onun məbədi olacaqsan. Sən xilas olacaqsan. Və xahiş edirəm, qarışqaya bax və lütf mövsümünü buraxma. Bugün sənin üçün Rəbbin lütf mövsümüdür. Yaxşı? Gəlin davam eləyək. Bizim vaxtımız o qədər də çox deyil. İkinci heyvan. Dediyimiz kimi dağ dovşanı ya da qaya dovşanı. Burada yazılıb, qaya dovşanları güclü olmayan birlikdir. Yəni xalq. Ancaq evlərini qaya içində tikir. Gəlin biraz bu barədə düşünək. Deməli, növbəti zəif bir heyvan qaya, yaxud başqa sözü desək, dağ dovşanıdır. Və bu zəif heyvan başa düşür ki, şir və ya digər yırtıcılar üçün çox asan yem ola bilər. Lakin bu heyvanın elə bir müdrikliyi var ki, öz yuvasını qayada qurur. Çox maraqlıdır. Dostlar, və bu bizə çox bənzəyir, elə deyilmi? Biz də zəifik və biz bilirik ki, aşağıda, qayanın aşağında, bu dünyanın dərinliklərində nərildəyən bir şir var.
Və biz bilirik ki, öz gücümüzlə onunla bacarmayacağıq. Onunla bacarmayacağıq. Və buna görə də bizə qaya lazımdır. Və bilirsiniz bizim qayamız kimdir? Mən əminəm ki, siz bilirsiniz. Bu İsa Məsihdir. İsa Məsih bizim qayamızdır. Müqəddəs yazı deyir ki, Rəbbin adı qüvvətli bir qaladır. Və salih adam qaçıb onda gizlənir və ona pənah aparır. Sonra başqa bir misal. Mattanın İncilində 7-ci fəsildə İsa Məsih bir misal çəkir. Yadınızdadır? 2 nəfər var idi. Biri qayada qururdu öz evini, biri də qumda qururdu öz evini. Hələ yadınızdadır belə bir mahnı var idi, şən mahnı. Gəl tikməsən qum üzərində. Yadınızdadır? Bax budur. Biz öz yuvamızı, öz evimizi, başqa sözlə desək, həyatımızın təməli bu qayada qurmuşuq. İsa Məsihdə qurmuşuq. Deməli dostlar, gəlin indi cəmləşdirək. Biz Rəbbin lütfünü tanıdıq, Rəbbin lütf ilinə daxil olduq və sonra biz onda bu qayada möhkəm təməlimizi qurduq. Yaxşı? Onun üzərində biz öz evimizi, yəni həyatımızı tikirik. Gəlin davam edirik. Üçüncü heyvan çəyirtkələrdir. Yazılıb, çəyirtkələrin şahı yoxdur. Lakin hamısı dəstə-dəstə irəliləyir. Gəlin bu barədə düşünək. Dostlar, mən çəyirtkələr barədə biraz məlumat topladım. Yəni ki, bizə lazım olan məlumat. Və bunların həyatı çəyirtkələrin 2 mərhələdən ibarətdir. Yaxşı? Deməli, birinci mərhələ tək yaşadıkları mərhələdir və ikinci mərhələ sürü halında yaşadıkları mərhələdir. Ümumiyyətlə, çəyirtkələr qarışqalardan fərqli olaraq tək yaşayırlar. Yaxşı? Onlar tək yaşayırlar. Lakin aclıqla qarşılaşanda alimlərə, bioloqlara bəlli olmayan bir səbəbdən çəyirtkələr sürü halına birləşməyə başlayırlar. Baxmayaraq ki, burada yazılıb, onların şahı yoxdur. Bax, qarışqalarda var, arılarda var. Bunlarda yoxdur. Yəni, bunlara komanda verən yoxdur ki, birləşin. Və bunlar başlayırlar sürü halında uçmağa. Bu zaman çəyirtkələrin sürüsünə, qabağına nə çıxırsa, onlar yeyirlər, dağıdırlar. Tarlaları, yarpaqları, ağacları, hər şeyi. Alimlər deyirlər ki, bu sürülərdə 10 milyarda qədər çəyirtkə ola bilər. Təsəvvür edirsiniz? Heç kim bu ordunu dayandıra bilmir. Nə qədər dərman atarsan? 10 milyard deyə. Müqəddəs yazıda biz görürük ki, çəyirtkə hücumunu bəzən Allah cəza kimi istifadə edirdi. Maraqlıdır, hə? Məsələn, Misirdə 10 böyük bəlalardan biri nə idi? Çəyirtkələr idi. Yazıdadır. Sonra Yoel və Amos peyğəmbərlərin kitablarında başqa bir nümunə gətirmək olar. Bu peyğəmbərlər çəyirtkə hücumunu Allahın hökmü kimi qeyd edirlər. Çəyirtkələrin arı və qarışqa kimi başçıları yoxdur. Burada yazılıb şahı yoxdur. Ancaq bununla belə bunlar başa düşürlər ki, tək yaşasalar sağ qala bilməyəcəklər və buna görə birləşirlər. İndi isə biz Allahın uşaqları olaraq tək mərhələdə yaşamağa çağırılmamışıq, dostlar. Biz Məsihin bədənində birlikdə yaşamağa çağırılmışıq. Çəyirtkələr başçıları olmadan birləşdikləri kimi, biz də İsa Məsihin başçılığı altında birlikdə olmalıyıq, dostlar. Və bu çox vacibdir. İsa Məsih Yahyanın İncilində 17-ci fəsilində bizim birliyimiz üçün dua edirdi. Dostlar, bacılar və qardaşlar, İsa Məsih bizim birliyimiz üçün dua edirdi. Dostlar, burada yazılıb ki, çəyirtkələrin şahı yoxdur. Amma bizim Məsihimiz şahdır. O bizim başımızdır. Dostlar, bax, belə bir halda bizim birliyimiz daha möhkəm olmalıdır. Çünki bizim şahımız İsa Məsihdir. Bizim başımız İsa Məsihdir. Və biz də onun bədəniyik. Yaxşı, gəlin 4-cü heyvana keçək. Və 4-cü heyvan kərtənkələdir. Burada yazılıb,
Kərtənkələni əllə tutmaq olur. Amma o padşah sarayına çıxır. Dostlar, biz yalnız İsa Məsihdə, möhkəm qayada gizlənməmişik. Bizim həm də padşah sarayına çıxışımız var. Biz oradayıq çünki öz zəifliyimizi və xilaskara ehtiyacımızı vaxt var idi qəbul etdik. Heç kim padşahın qəbuluna belə rahat düşə bilməz. Məsələn, baxmayaraq ki, Ester, yadınızdadır Ester. Ester Axaşveroş padşahın şahzadəsi idi. Ancaq o padşahı görmək üçün öz həyatını təhlükəyə atırdı. Yadınızdadır? O öz ərinin yanına düşə bilmirdi. Padşahın yanına hələn belə düşmək olmurdu. Ancaq biz isə kərtənkələ kimi zəif olmağımıza baxmayaraq artıq padşahın sarayındayıq. Təsəvvür edirsiniz? Biz padşahın sarayındayıq və bu sadəcə bir padşah deyil. Bu padşahların padşahıdır. Bu səmaların padşahıdır. Dostlar, biz Məsihin gəliniyik və biz quzunun toy məclisinə çağırılmışıq. Yadınıza salın, axırıncı dəfə sizi toya nə vaxt çağırıblar? Və sonra toya gedəndə razı qalırdınızmı? İndi baxın, bizi toya çağırıblar. Və bu adi bir toy deyil, burada yer üzündə hansısa bir şadlıq sarayında. Bu səmavi toydur. Və siz orada gəlinsiniz. Və bu möhtəşəm deyilmi? Kərtənkələni əllə tutmaq olur. Yəni ki, çox zəifdir. Ancaq padşahın sarayındadır. Dostlar, əbədi olaraq padşahların padşahı ilə biz birlikdə olacağıq. Bu bizim mövqeyimizdir. Biz bunda dayanmışıq. Bugün biz bilirik harda olacağıq. Biz indi qayadayıq, İsa Məsihdə və biz göylərdə yerləşdirilmişik. O bizi otuzdurdu öz yanında. Onun taxtında biz otururuq. İndi mövqeyi olaraq. Gələcəkdə bu baş verəcək. Amma bugün biz bunu yaşayırıq. Bugün biz bilirik biz hardayıq. Biz bunda kök salmışıq. Gəlin bir dənə parça oxuyum. 1. Korinfilər 1. fəsil 26-cı, 27-ci və 28-ci bəndlər. Burada yazılıb. Bunu Pavel deyir. Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Yəni, kərtənkələ kimi. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, kərtənkələ, dünyanın dəyərli sayılanları heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin. Və budur Allahın məqsədi. Budur məqsəd, budur nəyə görə Allah seçir zəifləri. Yaxşı, mən bitirirəm. Dostlarım, bax, budur. Bu 4 heyvan, ən hikmətli olanlar. Bəli, biz zəifik, amma bizim hikmətimiz Məsihin əqlidir. Nə gözəl. Bizim gücümüz isə möhkəm qayadadır. Və bizim məskənimiz padşahın sarayında. Padşahın sarayında. 2. Korinfilər 12-ci fəsil 9-cu bənd. Amma o mənə dedi. Yəni söhbət gedir Rəbb İsa Məsih Pavelə deyir də. Amma o mənə dedi. Lütfüm sənə kifayətdir. Çünki zəiflik olanda qüvvət tam olur. Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. Bunu Pavel deyir. Və biz də deyək. Biz zəif olanda İsa Məsihin qüdrəti məhz bizdə görünür. Dostlar, bunu demək istəyirəm ki, bizi artıq əhliləşdiriblər. Biz ona məxsusuq. Bütün həyatın feilləri ondadır. Bəs sən, dostum, bəs sən kimə məxsussan?
Əgər sən heç vaxt Rəbb İsa Məsihi öz ürəyinə qəbul etməmisənsə, onda düşün bu barədə. Və indi bu heyvanları görəndə, bu kiçik, balaca heyvanları görəndə, düzdür, indi biz qaya dovşanı görmürük, amma heç olmasa qaraşqanı görürük, düzdür? Gəl düşünək bu barədə. Yəni Allah bu heyvanların vasitəsilə bizə nə demək istəyir? Yəni bu o qədərmi bu heyvanların, bu balaca kiçik heyvanların müdrikliyi, hikməti səndən çoxdur? Bizi xilas etmək üçün, dostlar, Allah göyləri tərk etdi. Və o mələk kimi gəlmədi. O daha da aşağı endi və insan oldu. Və sonra o yenə də aşağı endi. O padşah kimi gələ bilərdi. İnsan, lakin padşah, düzdür? Yox, o körpə kimi gəldi. O özünü asılı vəziyyətdə qoydu. Yəni o atadan, atalıq edən Yusifdən və Məryəmdən asılı idi. O tövlədə ev heyvanlarının arasında doğuldu. Və sonra o daha da aşağı endi. O çarmıxa getdi. O ən rüsvayçı ölümü qəbul etdi. Ancaq bununla bitmədi. 3 gündən sonra o dirildi və göylərə çəkildi. O ölümə qalib gəldi və bizi də özünlə ən uca mövqeyə, yəni öz padşah sarayına qaldırdı və bizi öz taxtında oturtdu. Nə gözəldir, elə deyilmi? Amin.